Azərbaycandan gəlmiş doğma diyarımızdan, elimizdən, babamızdan oranın isti nəfəsini də bizə gətirmiş. Çox sağ olsun, biz sizi alqışlayırıq. Bənövşə xanım çox gözəl şairədir, onunla bərabər gözəl pedaqoq və zatçada psixologlara. Uzun müddət Bakı şəhərində müəllimə işləyib, təhsil müəlliməsi. Amma buna baxmayaraq Bakı Təhsil Problemləri İnstitutunda üzrə dərs deyiblər. Bu bilirsiniz, yəni təhsilin proqramlaşdırılması təşkili üzrə təlim kursları deməkdir və yəni təhsil üzrə istiqamət edən gözəl bir pedaqogumuz olub. Kakras o bədələr də Bənövşə xanımı soruşdum, o illər də mən Azərbaycanda Təhsil Nazirliyinin təhsil problemləri üzrə ümumi metod mərkəzdə işləmişəm. Kəşkələ o vaxtı mən sizi tanımış olardım. Sizdən bəlkə də öyrənəcəyim çox şey olardı. Gənc bir qız idim o vaxtlar orada işləyəndə. Yəni o işlərlə məşğul idim əslində. Çox maraqlı olardı mənim üçün də. Bənövşə xanım bir çox birliklərin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vahid Araz, Dirili, Qurbani, Aşıq Pəri Məclisinin və sair inşallah bizim də birliğimizin üzvü olacaq. Şeirləri Azərbaycan ədəbi bədii jurnallarında, internetdə və başqa yerlərdə paylaşılır. Var bizdə bütün məlumatları ilə oxuyacağımız şeirlərdə elə Bənövşə xanım internetlərdən götürmüşük. Çox sağ olsun Afan xanımın başçılığı ilə, məsləhəti ilə bugün biz sizinlə burada görüşdəyəcək. Bənövşə xanımın 9 şeirlər kitabı var. Onlar stolumuzun üstündədir. İstəsəniz götürüb tanış ola bilərsiniz. O 30 il düşmə məsarətində olan gözəl gülşəmiz olan Laçın rayonundandır. Ona görə də onun şeirlərində vətən həsrəti var. Kitabları da gördüyünüz kimi Gül Təsrəfi, Bənövşəsiz solan Laçın, Səndən aralı, sən yanında olmayanda, ünvansız səfərə çıxmağın gəlir, unutdum desəm, inanma, sən də hərdən məni yada sal, ilk sevgimin sınağı idi əzizim. İndi xanımlarımız da bu kitablardan, bu şeirlərdən səsləndirəcəklər. Bənövşə xanımın şəhidlərimizə, qəhrəmanlarımıza, tələbəmizə aid yazmış olduğu çoxlu şeirlər də var. Onlar da inşallah çapa hazırlanıb eşitdiyimizə görə burada sizə oxumalar arzulayırıq. Bir neçə fəxri fərman və diplomlara layiq görülür Bənövşə xanım və Qızıl Dəyər Media mükafatı müəllimləri. Bənövşə xanım, Moskvaya xoş gəlib, səfalar gətirmişsiniz. Mən çox tanışmam, xanımlarımızın da sözü olacaq. Gözünüz üstə yerimiz var. Biz sizə yaradıcılıq uğurları arzulayırıq. İnşallah gələcək işlərimizdə yine də görüşməyə Allah təala bizə nəsib edər. Əmriniz olsun. Oxucularımızın sayıları olsun. İndi mən sizi tanış edeyim, xanımlarımızla tanış olun, Bənövşə xanımla tanış oldunuz. Başlayayım Reyhanə xanımdan. Reyhanə xanım da şairədir, jurnalistdir. Sona xanım Leyla dedik ki, Sona həm Leyladır. Medsestradır, hicama işləri ilə məşğuldur. Yəni bizim sağlığımızla məşğuldur. Təşəkkürlər ona bu yaxınlarda etdiyi işinə görə. Bu arada universitetdə təşəkkür edirəm sənə. Afa xanım bizim tərcüməcədir, Surda işləyir. Kəmalə xanım Azərbaycan dili və ədəbiyyatı müəlliməsidir. Gülnur xanım bizim sevimlimiz filologdur, İngilis dili müəlliməsidir və çox gözəl səsi var. Qızıl səslimiz deyilir, tərkibimizin hər zaman bəzəyi olur. Bugün də onun məlahiki səsindən işləyəcəksiniz bilmizdir. Bizim Məsədi xanımız müdrik analarımızdan biridir. Bizim mamaların maması deyilir, yəni gənc mamalar komandası var. Anaları gənc pirət komandası mamalarının rəhbəri adlandırılır onu. Deyir, bunu isə hamınız tanıyırsınız. Tanımayan tapılmaz Afa xanımı, hamı sevər də onu, hamı istər də ona. Afa xanım, buyurun, bugün bu görüş üçün sənə təşəkkür edirəm. İlk sözlərdən susam. Leyla xanım da təşəkkür. Salam bizim əziz xanımlarımız. Başda Leyla xanım olmaq şəkildə. Leyla xanım bizim qadınlar birliyimizin sədridir. Leyla xanımı sevməyən, tanımayan yoxdur. Şəxsən mənim özümün böyük məhəbbət və böyük hörmət bəslədiyim insandır. Allah var eləsin. Onun gözəl xasiyyəti bizi bir araya gətirir hər zaman və gözəl tədbirlərimiz olur. Bənövşə xanım,
Mən bizim Qadınlar Cəmiyyətinin adına sizə xoş gəldin deyirəm. Çox yaxşı ki, gəlmisiniz. Həmişə də gəlin. Bizə Bakıdan gələn qonaqlar vətən, təbiət əhli gətirir. Vətənimizin gözəl ab-havasını gətirir. Və ona görə də biz Bakıdan gələn, Azərbaycandan gələn bütün qonaqlara şadıq, eləcə də sizə şadıq. Və bizim bugün yığışmağımızın da qızlar 2 səbəbi var. Birinci səbəbkarımız Bənövşə xanımdır əlbəttə ki. İkinci səbəbkar da Allah rəhmət eləsin Elman Tovuzdur ki, bilirsiniz o mənim ən əziz dostlarımdan biri idi. Allah ona qəni-qəni rəhmət eləsin. 2 günündən öncə onun doğum günü idi və istəyərdim ki, bugün burada onun da şeirləri səslənsin, onun da ruhu şad olsun. Və o bilirdi ki, həmişə Moskvada onun ikinci vətəni var. Neçə ki də mən sağam, onu heç vaxt unudulmağa qoymaram. Allah qəni-qəni rəhmət eləsin Elman müəllimə və qalan bütün şairlərimizə, bütün dostlarımıza, oxucularımıza, ədəbiyyat sevərlərə, hamıya uzun ömür, can sağlığı arzulayıram. İcazə versəniz, Bənövşə xanımın bir şeirini sizə oxuyardım. Elə mövzu da mövsümə uyğundur, bahar gəlir. Düzdür, Moskvaya biraz gec gəlir, amma ki gəlir. Gəlib sevdilər yatar. Bəli. Tərəfdarım dedim, tərəfdarım demişdim. Havalar isinir, qar da əriyir. Xəzəlin altından boylanır çiçək. Yeri narahatdır deyəsən orada, ürkək-ürkək baxır ətrafa çiçək. Deyir, yurdumuza ilk bahar gəlir. Yazın ətri vardı sakit havada, zoğal da, fındıq da tumurcuqluyur. Qalib çıxıbdılar qışla davadan, sarmaşıq ağacı və qucaqlayıb deyir, yurdumuza ilk bahar gəlir. Arılar pətəkdən çıxıblar çölə, çiçək axtarırlar şirə çəkməyə. Qonurlar qönçüyə, qonurlar gülə, vəhdətə gəlirlər təbiətinə. Bənövşə sığınıb dibinə kolun, düşünür bəlkə də tələsmişəm mən. Görəsən qar burdan salacaq yolun, yoxsa olmayacaq bir də bulmuşam. Qızlar da bulaqdan su aparırlar. Bu bayram çoxuna nişan gələcək. Hər açan budaqdan gül qoparırlar. Bu yaz onların da bəxti güləcək. Şənlik səsləri də göyə yüksəlir. Gözəl yurdumuza ilk bahar gəlir. Nə gözəl, nə gözəl. Qələminiz var olsun. Həmişə yazın, yaradın, bizləri də sevindirin. Gözəl, Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Gözəl. Sağ olun. Sağ olun. Sizi bilirsiniz, Məhsəli xanımdan, bütün xanımlarımız xüsusilə sizin şərəfinizə, sizin şeirlərinizi hazırlayırlar. Mən də sizə təşəkkür edirəm. Həm gənclərimizin adından, çünki gənclərimiz özlərində böyük gənclərimiz, onlardan bizi də dəvət edirlər. Bir yerdə oluruq, bu da doğrudan da çox dəyərlidir. Uşaqlarımız bizim adət-ənənələrimizi götürürlər. Mən də sizin üçün bir sizin şeirinizi, Azərbaycan şeirini. Çox sağ olun. Səni ayırmadım heç vaxt anamdan. Səndən ayrılığa dözə bilmərəm. Mən səni sevmişəm gözüm açandan. Vüqarım, qürurum, şöhrətim, şanım, ünvanım, soyadım, Azərbaycanım. Hər bölgəndə var bir özgə gözəllik. Saysan saya gəlməz bütün gözəllik. Şirvan, Səlyan, Muğan, mildə düzəllik. Vüqarım, qürurum, şöhrətim, şanım, soyadım, ünvanım, Azərbaycanım. Musiqi beşiyi, Şuşa, Qarabağ, Quba, Şəki, Göyçay, hər tərəfi bağ. Bu şah da, baba da, o da dəli da. Vüqarım, qürurum, şöhrətim, şanım, soyadım, ünvanım, Azərbaycanım. Qazax vətənidir çox şairlərin.
Dünyada bənzəri yox şairlərin, sözləri nəsihət çox şairlərin. Vüqarım, qürurum, şöhrətim, şanım, soyadım, ünvanım, Azərbaycanım. Düz 12 iqlim yer alıb səndə. Tərifin sığarmı heç yetdi bəndə? Səninlə fəxr edir qız bənövşən də. Vüqarım, qürurum, şöhrətim, şanım, soyadım, ünvanım, Azərbaycanım. Sağ olun. Gözəl şeir. Sağ olun. Soyadım Azərbaycan. Bənövşə xanım, xoş gəlmisiniz. Bizi burada görmək, sizinlə bir məclislər etmək çox xoşdur. Və mən də dostlarımızın yurdunda 30 il müharibədən sonra bir müharibədə şəhid olan qəhrəman Bayramov buyuraq. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə vurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə vurdum. Keçdi xəyalımdan üz güzel yurdum, dumanlar başında duman göründü, duman göründü. Geçti hayalımdan öz güzel yurdum, dumanlar başında duman göründü, duman göründü. Xəzər dənizi təyeşkəllə coşdu, xəlyalar içində sanki bir boşdum. Xəzər dənizi təyeşkəllə coşdum, xəlyalar içində sanki bir boşdum. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü, dastana döndü. Könüllər cəlb elən o xoş mənzərəyə, şövqümü artırdı şeirə, qəzələyə. Könüllər cəlb edən o xoş mənzərəyə, şövqümü artırdı şeirə, qəzələyə. Çarpdıqca vətənim, elim nəzərə, təbiətdə mənə xəndan göründü, xəndan göründü. Çarpdıqca vətənim, elim nəzərə, təbiətdə mənə xəndan göründü, xəndan göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könlüm xəndan göründü, xəndan göründü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könlüm xəndan göründü, xəndan göründü. Xudayar qardaşım, sən şəhid oldun, adında nəğməndə dastana döndü, dastana döndü. Xudayar qardaşım, sən şəhid oldun, adında nəğməndə dastana döndü, dastana döndü. 30 il, 32 ildən sonra mən gücünə getdim. Yerimizi dağılmış yerimizi gördüm. Şükürlər olsun. Şəhidlərimizi olsun. Allah rəhmət eləsin. Bəni.
Sonra da çay içeceğiz. Kemal xanım, sizdən başlayalım da hələ vaxtımızı elan edək. Qarabağ torpağımızın gözəl xanımı, Bənövşə xanım, xoş gəlmisiniz. Sizi görməyinizə çox şadım. Hoş geldiniz. Mən də sizin Sən məni anlayıb dayağım olsan şeirini oxumaq istəyirəm. Çox xoşuma gəldi şeirləriniz. Allah sizə uzun ömür versin, yaradıcılıq uğurları arzulayıram sizə. Çok sağ olun. Bilirsənmi necə xoşbəxt olaram? Sən məni anlayıb dayağım olsan. Dolanıb başına qadanı Allah, sən məni anlayıb dayağım olsan. Gecələr yatmayıb tezdən duraram, düzərəm sözləri bəzək vuraram. Sevgidən alınmaz qala quraram, sən məni anlayıb dayağım olsan. Qəmi heç qoymaram gələ yaxına, fərəhdən dönərəm selə, axına, nümunə olaram onda çoxuna, sən məni anlayıb dayağım olsan. Gül açıb diriləm ilk bahar kimi, şövqlə oxuyaram məhəbbətimi, daha heç nal qalmaz qəlbimin sini, sən məni anlayıb dayağım olsan. Qəlbimdə yer qalmaz amana, aha, gündə min yol şükür qılıb Allaha, başqa bir arzu da etmərəm daha, sən məni anlayıb dayağım olsan. Gözəl şeir. Mən salamlamaq istəyirəm sizdən Bənövşə xanım. Xoş gəlmisiniz. Allah sizə can sağlığı versin. Yəni mən həmişə şairə xanımlarımıza bir dahi insan kimi baxıram. Yəni Allah Taala sizə bu vergini verib, hər kəsdə o vergi yoxdur. Allah sizin qələminizi it eləsin. Bundan da artıq kitablarınız çıxsın. Və biz həmişə fəxr edirik sizinlə. Çox sağ olun ki, gəlmisiniz. Size kömək olsun. Çox sağ olun. Belə gəlmişsiniz. Mən də gözəl xanımlarımızın arzularına qoşulub sizə xoş gəldin deyirəm. Gəlişiniz mübarək. İsti ocağımızdan bizə isti öz necə deyirlər salamlarınızı yetirdiniz. Biz sizi öz aramızda görməyi özümüzə necə də böyük bir şərəf sanırıq. Və gözəl qələmimizdən də mən də bir gözəl şeir seçmişəm. Çox bəyəndim bu şeiri. Axşam səhər sən eyvandan baxır. Dan yeri tək, təmiz idin, əzizim. Sevinc olub ürəyimə axırdı. Günəş idin, ulduz idin, əzizim. Mənə yaman əziz idin, əzizim. Gözüm sənin arayırdı hər zaman. Görəndə də sevinirdim mən yaman. Xoşbəxtliyə eləyirdim çox güman. İlk sevgimiz ağır idi, əzizim. Bir əfsanə nağıl idi, əzizim. Görməsəydin məni qərar tutmazdın. Gecələri sübhə kimi yatmazdın. Xəyalımı heç başından atmazdın. İlk sevgimiz ağır idi, əzizim. Bir əfsanə nağıl idi, əzizim. Leyla xanım qiraətçidir. Gəzdirirdim qəlbimdə hey bir adı. Düşünmürdüm nə qohumu, nə yadı. Könlümün sən idin ovçu səyyadı. Şirin idin, nohul idin, əzizim. Məhəbbət də bir Allahdan ətaydı. Heç bilmirdik, bu sevgimiz xətaydı. Bənövşə də ilk baharda budaydı. İlk sevgimiz fağır idi, əzizim. Şirin idi, nohul idi, əzizim. İlkin idi, fağır idi, əzizim. Bir əfsanə nağıl idi, əzizim. Mənə yaman əziz idi, əzizim. Gözəl şey. Təşəkkür edirəm sizə. Çox sağ olun, gələn məqalarınızla. Bilirsiniz, hərdən birdən məclislər olur, Leyla Moskva kimi yerdəyik. Təmrə indi elə bir vəziyyətdir ki, hamımız bir-birimizə ehtiyac duyuruq. Daha çox, əllər ki, mən daha çox ehtiyac duyuruq. Olsun, Afət xanım. Sağ olun, gözəllərim. Belə məclislər bizim üçün Afət xanım. Burada indi hamımızın o sahədə böyük gördüyümüz sizsiz. Belə məclislər üçün hamımız acıq.
Ben çok acım. Mənəvi O qədər- ehtiyacımız. Ben o kadar ora-bura qaçıram, o kadar problemlə müəlləşirəm. Bu problemim da var, çətinlikəm da var. Bu tür məclislər, bədii məclislər, bunlar bize her zaman lazımdır. Bizim o Qarabağı almaq kimi bir gücümüz də o analarımızın, hansı ki o mənim anam Bakıda kitab təqdimatım olanda gələn insanlar məntər qaldılar. Allah rəhmət eylesin. Yani 90 yaşında kadın şiir deyir, bayatı deyir, mersiye deyir. O kadar sineden deyir. Hani yaddaş gedib. Çatmadı. Cavan vaxtı çox ümidlər süslədim. Ya bəxt, deyib talihimi səslədim. Xoşbəxtliyə yaman ümid bəslədim. Nə etdim ki, buna bəxtim çatmadı. Hey çalışdım, xoşbəxtliyə mən çatam. Çıxan çətinliyi yolumdan atam. Xoşbəxtliyi alıb qəmləri satam. Çalışdım. Ona da baxdım çatmadı. Qadir ha deyiləm. Yazını pozam. İstədiyim kəsə xoşbəxtlik yazam. Bilirdim şıxlığa layiq bir qızam. Heyf ki çıxmağa taxtım çatmadı. Ay Allah. Ay Allah. Həyat bir yuxudur. Sonunda ölüm. İstədim dünyada çox şey bilim. Hanı o haqqı üçün danışan dilim. Demək istəyəndə vaxtım çatmadı. Bənövşə, ar bildin açıq deməyi. Dedim, baxışımdan bilsin sevməyi. Gündə 100 yol arzu etdim görməyi. Hər zaman yoluna çıxdım, çatmadı. İnşallah ülkemizin qalan Şiir de güzel, ifa da güzel. Siz bizim ruhumuza çok doğma şair oldunuz. Bənövşə xanım. Çok hürmetli, çok değerli, Moskova'da yaşayan Azerbaycan hanımları, Leyla hanım başta olmalı, Afak hanım. Hamınıza teşekkür ederim ki, bugün belə əziyyət çəkmişsiniz. Bilirəm ki, yəni hər bir tərəfdə yaşayır, hamı kompakt yaşamak. Zəhmət çəkib gəlmişsiniz bu görüşə. Sizə çox minnətdarlığımı bildirirəm, çox sağ olun. Allah sizi həmişə var eləsin, Allah həmişə birliyimizi əlimizdə eləsin, birliyimizi var eləsin. Birlikdə sizi kimi gözəl xanımlardan da, o iyi oğlanlara da sizi kimi gözəl xanımlar tərbiyə veriblər. Mən Türkiyənin Çanakkala döyüşünə aid şeir yazmışdım ki, orada var idi ki, o vaxtı analar oğlanlarının başını xınalayıblar. Deyiblər ki, sizi vətənə qurban verir. Bax, bizim bu bayram, bu qələbəmizdə də bizim analar elə oğullarının başına xına çəkməsələr də hamısı dedi ki, gedin, vətənimizi alın, qələbə çalın. Yəni, heç kəs öz uşağını qaytarıb demədi, sən getmə. Çoxu, hamısı könüllü getdilər. Onları o tərbiyəni verən, onları o yola salan siz kimi gözəl, müdrik analar, nənələr idi. Allah sizləri var eləsin. Və bu günləri belə əziyyət çəkmişsiniz. Belə gözəl süfrə açmışsınız, belə gözəl yapmışsınız. Çox təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Gün olsun belə məclislərimiz Qarabağda, Laçında, Xankənddə, Xankəndində açaq. Ürəyimiz istəyən kimi, indi şükür Allah'a da azad torpaqlarımız. Zəfər nəğməsi. Cəbrail azad oldu, dağıtmaz, gözün aydın. Gönlüm fərəhlə doldu,
Milletin gözün aydın, devletin gözün aydın. Azad oldu Füzuli, buradan gedib Füzuli. Gözəllərin öz eli, milletin gözün aydın, devletin gözün aydın. Qubadlı necə gözəl, torpağı suyu özəl, şairlər yazsın qəzəl. Milletin gözün aydın, devletin gözün aydın. Ordumuz cəngi çaldı, Zəngilanı da aldı, bayrağımız ucaldı. Milletin gözün aydın, devletin gözün aydın. Yurdumun Şuşa tacı, Laçınla əlkiz bacı, düşməndən aldıq bacı. Milletin gözün aydın, devletin gözün aydın. Xankəndinə yol saldıq, İsa qulağını aldıq. Tamam qələbə çaldıq. Milletin gözün aydın, devletin gözün aydın. Sağ olun, siz də gözünüz aydın. Laçın Spitalında bu şeiri yazmışam. Çok indi şükür Allah'a qələbə çalmışıq. O qəm süzülən şeirləri oxumaq istəmirəm. Elə, amma bunu oxuyum sizin üçün. Gedirəm axtarım uşaqlığımı. Lap körpə olanda ayrıldım ondan. Gedirəm axtarım uşaqlığımı. Nələri itirdim, nələri tapdım. Gedirəm axtarım uşaqlığımı. Düşüb uşaqlığım çayda qalıbmı? Qaçdığım o ildə ayda qalıbmı? Bilmirəm, 18 mayda qalıbmı? Gedirəm axtarım uşaqlığımı. Bəlkə də ağacdan asıl qalıb, bəlkə də kollara qısılıb qalıb, bəlkə qayalara yazıb. Gedirəm axtarım uşaqlığımı. Tapsam çox sözlər soruşacağam, çəkdiyim həsrətdən danışacağam. Olub keçənlərə qovuşacağam, gedirəm axtarım uşaqlığımı. Həsrət necə qaldım sənə deyəcəm, bağımdan almasın dərib yeyəcəm, kiçik sularından zəmzəm yeyəcəm, gedirəm axtarım uşaqlığımı. Bənövşəyəm, gözüm yolda qalıbdı, ən gözəl çağlarım orada qalıb. Allah ürəyimə ümid salıbdır, gedirəm axtarım uşaqlığımı, gedirəm axtarım uşaqlığımı.